Berlindən hamıya salamlar. Bugün sizə dekabrın 5-dən 6-sına keçən gecə qeyd olunan Müqəddəs Nikolaus günü barədə danışmaq istəyirəm. Əfsanəyə görə Nikolaus çox var dövləti olan gizli şəkildə kasıblara yardım edən biri olub. Günümüzdə də ana-atalar bu adət-ənənəni davam elətdirirlər. Nikolausun əvəzinə özləri hədiyyə qoyurlar uşaqların ayaqqabının içinə və səhər uşaqlar onu görüb sevinirlər. Sevginin bağçasına da Nikolaus gəlmişdi. Sağ olsun, apelsin və balaca bir şokolad gətirmişdi ona. Çoxdan gözlədiyimiz Nemət babanın göndərdiyi paketimizin gəlişi də Nikolaus gününə təsadüf eləmişdi. Mən də düşündüm ki, təkcə sevgi yox, onun bağça müəlliməsinə də bu sevincdən pay düşsün. Oradan balaca hədiyyələr ayırdım. Nikolaus çəkməsinin içinə qoyub bağçanın pəncərəsinin önünə yerləşdirdim. Çox sevindilər. Bir də bizim əziz Filippinli qonşumuz var. Hər il bu günü bizim uşaqlara hədiyyə gətirib asır. Qapıdan sağ olsun. Qonşumuzun gətirdiyi hədiyyələrdən çıxanlar bunlardı. Uşaqların içinə də gətirib, uşaq da baba böyük və bir dənə sevgiyə yumurta. Bu da nənəgilə gəlib. Nikolaus həm də nənəgilə gətirib sevginin payını qoyubmuş. Bir də bibisigilə də gəlib Nikolaus. Sağ olsun. Başqa bir xoş ənənə Almaniyada bəzi mağazalarda Nikolaus günündən təxminən bir həftə əvvəl uşaqlara çəkmə formasında kağızlar paylayırlar. Uşaqlar onları evdə rəngləyib, yenidən mağazaya aparırlar. 6 dekabr isə pulsuz hədiyyə dolu çəkmələri götürürlər. Bu il sevgi ilə Cana Rewe marketini gördüyünüz hədiyyələri vermişdi. Gördüyünüz bu çəkmə formasında kağızı. Və getdik 6-sında, ayın 6-sında gedirik onu götürməyə. Balaca bir hədiyyə də olsa uşaqlar sevinir. Buradan öz adlarını oxudular, tapdılar. Alma,